başlı bir qətliamının bilinmeyen tərəflərini əhaliyə çatdırılması layihəsi həyata keçirilir. Layihə Layihənin əsas məqsədi Ermənistanın Başbir kəndində törətdiyi qətliam, mülki insanların düşmən arxasında yaşadığı partisan müharibəsi, bu partisan müharibəsi zamanı mülki insanların qorunması sahəsində həmin hadisə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, onların şücaətini geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Bu layihənin ilkin tərəfidir. Layihə çərçivəsində ilkin olaraq onların yaşadığı iki kağıda video çəkiliş və şahidlərin dilindən hadisələrin qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində isə bu hadisələr gənc nəslə, xüsusən universitetlərdə təhsil alan gənclərə çatdırılması nəzərdə tutulur. Demək 1993-cü ildə biz aprel ayında o döyüşdən sonra, atışmadan sonra, yəni ermənilər bize hücum edəndən sonra Dəbir kağızında bir 2 gün, 3 gün qaldıqdan sonra o hava şəraitinə əlaqədar olaraq nəzərə tutduq ki, biz yenidən bu barut kağızda deyilən bu əraziyə gələk. Gəldik biz 6 nəfər gəldik, gecə qaldıq burada. Bura biraz təhlükəsiz olduğuna görə. Ona baxmayaraq, yəni bizim eynilə Nəbinin kağızında olduğu kimi heç bir ərzağımız, heç bir yatacağımız olmamışdı. Eynilə burada da həmin bir variant var idi. Ona görə də gəldik bura. Gələndən sonra mən yaralı olduğuma görə, məzahir yaralı olduğuna görə biz ikimiz qaldıq burada. Qalan yoldaşlar yerindən qayıtdılar əvvəlki o bizim atışma olan əraziyə, portda deyilən bir ərazidə. Getdilər onlar oradan demək çörək qırıqları gətirmişdilər, həmin kənd, pesov, belə şeylər gətirmişdilər. Həmin gecəsi biz burada o ərzaqdan biraz istifadə elədik. Səhərsi günü açılandan sonra bizim yoldaşlardan Allah rəhmət eləsin, Xasay rəhmətə gedibdi. Xasay dedi ki, mən bir qayıdım gedim Nəbinin kağızı tərəflərə baxım, qoyulmağı keçirəm, nəsə bir şey qalıbsa, belə bir şey qalıbsa, yəni görək, ola bilsin ki, heyvan dağılmışdı o vaxtı düzdə. Getdi gəldi, dedi ki, bəs Nəbinin kağızı istiqamətində dəlik daş deyilən idi. Orada kağıda, qayada bir dənə keçi gördüm. Təzədəndən bizim uşaqlar, yəni bizim yoldaşlar yerindən qayıtdılar, getdilər. Həmin keçini tutdular, gətirdilər. Gətirdik burada, uşaqlar onu kəsdilər. Burada da belə götürək də, duz yox, heç bir şey yox. Sadəcə olaraq bir dənə ocaq başladılar qalamağa. Belə əti, həmin onun şəlatın, ətin ocaqda pişirdilər ki, yəni acından olmuyor. Bizim burada, yəni bu məskunda açdığımız kağıda bizim bir dənə inəyimiz də vardı. Hansı ki, biz o inəyi saxlayırdıq, onun südündən, qatığından istifadə edirdik. Çünki bizim burada mühasirədə qalan insanların içərisində körpə uşaqlar vardı, ahıl insanlar vardı. Mütəmadi olaraq biz daimi o inəyin südündən, qatığından istifadə edirdik. Beləliklə, bax, biz hər gün günlərimizi sayırdıq. Sözün açığı, belə heç biz ömrü boyu inanmazdıq ki, biz, yəni ki, heç bir ümidimiz qalmamışdı ki, biz buradan sağ çıxarırıq, gedərik, çıxarıq. Yəni, çox belə, necə deyim, danışmaq biraz çətindir mənim üçün. Həm də ki, neçə illərdir, yəni uzun müddət arada fasilə olunur, 30 ildir artıq olduğuna görə müəyyən şeylər yaddaşımızdan silinir. Mən çox danışmaq istəmirəm. Yəni, Allah'ın gücünə şükür ki, torpaqlarımıza qovuşduq. Min şükür Allah'a. Min şükür yenə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xalqımıza, millətimizə, devlətimizə. Allah'ın gücünə şükür. Bura bizim qoxmamızdır. Biz hər gün axşam, yəni gündüzdən gedib kəşfiyyat kimi kəndi izləyərdik. Ermənilər hansı tərəfdə qalırlar, harada qalırlar. Biz onları izləyirdik ki, biz axşam hardasa gedib ərzaq zat gətirməkdən ötəri. Buradan düşərdik, gedərdik kəndin baş hissəsində biraz dayanardıq. Sonra bir iki nəfər biraz qabağa gedib
izləyir, sonra bu kartof quyularının yerlərini bilir deyə məncədir. Kartof gedib çıxardardır kətdən. Evlərə girəndə, yəni o vaxtı unu gətir yeşiklərə tökürdülər. Yeşiklərdə ancaq unu yığardıq, meşoblara yığır. Və dəstə hardasa 7-8 nəfər dəstə çiyinlərində odun, bellərində yük, qayıdıq gəlirdik, gəlib səhər-səhər çıxırdıq Bükahıya. Hər gün ardıcıl olaraq həmin şeylər həyata keçirilirdi. Yəni, ərzaq məsələsini ancaq kətdən biz cavanlar gətirərdik. Deməli, burada bizim yeməyimiz burada olardı. Hər gündə radio qulaq asardıq. Bizim burada bir balaca əl radiyomuz vardı. Ancaq xəbərləri izləyərdik ki, görək Azərbaycan ordusu hara kimi gedib, aralar buradan. Onu da dəqiq bilirdik ki, bizim ordumuz Mürov ətəklərindədir. Yəni Mürovun ordu tərəfləri. Bizim bəzi tərəfdə ordumuz yox. Amma bura bizim qıxmamız, qımdan yuxarı bizim bir 5-6 yerdə yatacaq yerləri, yəni o yuxarıda əskərlərimiz hamısı yuxarıda belə balaca bir özlərinə yer eləmişlər daşın deşiklərində, yəni orada çıxıb istirahət edərdilər. Ardıcıl olaraq da bu Kanın yuxarı hissələrində post qurulmuşdu, izlənilirdi. Bir dənə daşın dağında 2-2 oturardıq, dəyişərdik, izləyərdik, görərdik, bəli, erməni gəlir, gəlmir. Yəni, o post kimi də onu da yaratmışdıq ki, yəni təhlükəsizliyini təmin edək. Belə də bu 113 gün bizim bu yük daşımamız, burada bu ağır həyatı yaşamamız bizə qismət oldu ki, onu burada yaşadıq da biz ölmədik. Ermənilərin öldürüldüklərini, müəyyən qismlərini dəfn edə bildik. Amma bizim ora sağ getməyimizi də bilmək olmadı. Yəni bir ümidimiz var idi ki, bir ümidlə yaşayırdıq ki, biz də gedə biləcəyik. Çünki bizim əsasən yanımızda o yaralılar vardı. O Şəhriyarın qolu elə bir vəziyyətdəydi ki, Allah'ın olsun. 3 ay şəxsən böyük insan olsaydı özünün evdə, o 3 ay çox zulüm çəkdi. Çox zulüm çəkdi o qolundan. Sərmaya onun kimi çox əziyyət çəkdi yarasından, Elşad onun kimi çox. Həm də soyuq havalardı, hamısını İsmətin özünün yarasından çirk gələ-gələ o bir gün burada dayanmadı, bizlə bərabər kəndə getdi, gəldi, özü də qabaqda gedib gəldi. Belə bir ağır həyatı yaşadıq, bugünə şükür gəldik. Bir gün gəlib burada bu çətin günlərimizi, olduğumuz yerləri gördük. Adam çox həyəcanlanır. Çox şeylər belə bilirsin nətərdir. Adamın yadından çıxır, həyəcandan çıxır. Bir dəfə adam nə bilim buraları görür, xəyalına o qədər şeylər gəlir ki, danışır. Elə bilirsən ki, həmin həyatın içindəsin. Çox bilirsən nətərdir. Adam özünü zorla tutur ki, göz yaşını saxlaya bilsin. Gəlirsən, bu hərləndiyimiz yerləri, yükü hara kimi daşıyıb aparıb qoyduğumuz yerləri, necə çətinliklə o yükün, odunun, yanacağın bura gətirilməsi, adam sana fikirləşir, adam çox kövrəlir, çox. Ama gene bugüne şükür geldik, yine sizlerle geldik, buraları çekirsiniz, ictimailəşdirirsiniz. Qismət Allah'tan görək, axırım sağ edəcək. İnşallah yaxşı olar bugündən belə.
planlar qurulduq. Onu qeyd edim ki, biz qədim dayı yola düşdü. 7 günə bu insanlar gedib çıxır. Həmin o Göygöl rayonuna, Xanlar rayonuna və məktubu mənim qardaşıma çatdırırlar. Biz bu məlumatı ayın 12-si günorta saat 2 xəbərlər proqramında bu məlumatı eşitdik. Məlumatı eyni ilə olduğu kimi deyim. Məlumat belə idi. Kəlbəcər rayonunun Şobda Şəkərəm kəndindən və Başlıbel kəndindən İsmail Tapdıq bağban kişi, Başlıbel kəndindən qədim kişi hal-hazırda Xanlar rayonunda Kəlbəcər rayonunun qərargahındadılar. Eşat və İsmət Əzizovlardan xahiş olunur ki, görüşmək üçün təcili qərargahı gəlsinlər. Bilirsiniz, bu 4 ay başlı qaldığımız bir zülmün zillətin içindən bir ümid işığı nihayət gördük və o sevinci demək, onu təsəvvür edilmək bambaşqa bir şeydir. Qucaqlaşdıq, uşaqlarla ağlaşan kim, gülüşən kim, nə deyim, vallahi çox oradan bambaşqa bir səhnə idi o səhnə. Və axşam Ələsgər dayı rəhmətlik məsləhət gördük ki, inəyi kəsək. İnəyi kəsilsin, 2-3 gün yol üçün azuqalar hazırlansın və 2-3 gündə nə yeyə bilsək, bu inəyin ətindən burada heç olmasa uzun müddətli ət yeməyi yeməyən adamlar nəhayət ətdən də biraz yeyirlər. Təbii ki, İnsanın qanadı olsa bəlkə də həmin vaxt düşə bilərdi. O sevinçdən, o hadisəni eşidən, o xəbəri eşidəndən sonra. Və nə kəsildi axşam. Eyni ilə Ələsgər dayının dediyi kimi hazırlıqlara başlanıldı, yol tədarüklərinə başlanıldı. Və burada yemək üçün özümüzə yeməklər hazırlandı. 30 nəfər adam, 29 nəfər qədim dayını yola salmışdı. 29 nəfər adam hamı bir süfrə başında əyləşdik və Allahın bu günə şükürlər olsun, nəhayət
ümid var ki, çıxa biləcəyik. 17-si günü, 16-sı günü əmioğlu Eşat və Mahirlə sonuncu dəfə mən kəndə düşüb, dayımın qəbrini ziyarət edib. Ən nəhayət 17-si günü bu kağalardan biz vidalaşdıq. Ağcağa diyarına çatanda sonuncu dəfə torpağımdan öptüm və bir daha görüb Bəs necə getdiniz, necə çatdınız? deməli, buradan çıxanda biz yolu üst tutkaya nəzərdə aldıq ki, üst tutkaya yolu çəkə biləcəyik, bura başa biləcəyik inşallah. Və özgəni də haradasa üst tutkalıq götürdük özümüzə. Biz getdik, bizim Ağcalı yaylağından keçəndə bizdə Xasay rəhmətli dedi ki, mənim kağıda biraz yeşim qalıb qayıtmaq lazımdır. Sənədlər qalmışdı. Və Xasay oradan təzdən geri qaydası oldu. Biz ona görə yol üst tutka yox, 4 tutkalıq oldu yolumuz. Bir tutkalı əliyyəsi oldu. Nəhayət Xasay gedib qayıdandan sonra biz səhərə yaxın Düzey Çirkin kəndinə düşdük. Akşama qədər Düzey Çirkində qaldıq. Çünki tərsərdən yolu keçəsiyiz. Biz ancaq o yolu qaranlıq keçməliyik. Hər saat maşınlar keçir. Ona görə Düzey Çirkində axşamı qədər gözləyib, axşam düşdük Tərsər çayının qırağına. Özümüzdən gedəndə kəndir götürmüşdük. Çayın bir tərəfini kəndiri bağlayıb, sonra Mahirlə, yoldaşlardan bir iki nəfərlə birdən tutaq Tərsəri keçib o yüzden kəndirin o birik başında orada bağladıq. Və cəmaatı 3 saat müddətində cəmaatı çaydan keçirməyə başladı. Qadınlar, uşaqlar, elə kişilər vardı ki, onların da bəzisi yəni, belimizdə keçirildik. 3 saatda çaydan keçib, qalxdıq, tanımırdıq. Biz günüzdən gəldik, Ələkbərlə danışdıq ki, sən bugün günüzdən Ələskər babanı da götür, düş yola, geyit, sabah gəlib saat çatdıracaq. Razılaşdıq, sonra səhər-səhər biz durduq ki, ayın 17-si səhər-səhər səfərimiz. Durduq ki, Ələskər baba buradadır. Ələkbərdən soruşdu, niyə aparım olsan, dedi ki, gitmək istəmir. Deyir, mənə görə özünüzü qılğına verməyin. Uşaqlar. Bir neçə postları gördük, hansı ki, zökətləri dəqiq tanıyıb, öyle böyle sonradan eşitdim ki, neçə tanıyacaq. Onların bir yerdə postların iki postun arasından keçəcəkdir, 5 gün. Sonra həmin günün günüzü qaldı orada, qızın köyü vardı. Biz ki, kazanmışsın istəyir. Gitti. Günlerden kasılıp girdik ağzına başladı. Oranı gözledik, gece düştü. Gece düşenden sonra başladı boşlardan kalkmaya. Kalkıp boşlardan başlayacağını her tarafta işgal ediyordu. Yani hansı istikamet bulunmuş insanlar. Orada bir boşlardan bulunmuş. Açık yerlikten kalmıştık, yakınmıştık.
düşdüyü yerini ki, soruşduq ki, dedi, qardaş, keçəmiz zibildir. Ama biz Alakamızda düşdük. Alakamızdan da bak, bizimlerin yaylanması var. Bizi çok üstü karşıladılar. Hala öz evinden bizi katık getirdi, bizi dayımak getirdi, bizi evini getirdi. Ve Alakamızda kısası oldu. Alakamızda cemaat Körpədən üst böyüyə qədər tüm kənd cemaat götürdü. Həmin çayın yoluna açılan sürən çayında. Təbii ki, hamı maraqlandı. İçimizdə qadın var, uşaq var. Amma bəs bu vaxta qədər necə qalmışsınız, necə qalmışsınız? Hər halında bir dəsmal bir danışıq, bunlar danışır. Belə bir bizimlə beraber bu hadisəni onlar da yaşadı. Akşam üstünde bize Qəzəl maşını təşkil edildi. Həmin Qəzəl maşını biz Daşkəsən mərkəzini çıxartdılar. Burada isə icra hakimiyyətindən tutmuş, baş prokurordan tutmuş, başqa rəhbər şəxslər gəldi. Eləcə də həkim briqadası gəldi. Bizim yaralılara, yaralmış şəxsləri bir müayinədən keçirdilər. En ağır yaralımız körpə uşaq Şəhriyar idi. 3 yaşında olan Şəhriyar. Ama bunu diyeyim ki, o insanın kolu bir parmak önünde bir sümükten asılı kalmıştı. Anası onu kesip atmağını da xahiş edildi, kesip atın. Çünkü ümit yok idi ki, bu qasa olacaq. Onu diyeyim ki, biz Daşkəsənə gedəndə həmin qolundan o uşaq yüngül də şey olsa götürə bilirdi. Və həkim müayinə edəndə həkim qayıtdı ki, siz bunu nəyinə sağaltmışsınız? Bu yani mümkün olan şey değil ki, belə bir qolu sağalsın. Buna da dedik yanlış çatılan şey nə idi? Köy dərisi, tapanla yoğu, balı tapanda bal koymuşuq. Bir de Allah'ın verdiği o təbii otlardan zaten elə dağlı çayla, belə şeylerle yapıp sağ ol. Allah rəhmət eləsin. Hümbət əmi bizimlə bərabər Əmrikada yaşayıb və bizim yaralarımızın sarılmasında, sağalmasında Hümbət əminin və Ağdamlı Mədahinin çok böyük rol olmuştu. O iki insan bizim yaralarla məşğul olmuştu. Hümbət əminin yara sağaltmağa, Şəhriyarın yarasını sağaltmağa, Sərmayənin yarasını sağaltmağa doğrudan da həqiqətən bir möcüzə idi. Biz Daşkəsənə gələndən sonra Daşkəsən rayonunun mənim qardaşım, böyük qardaşım Daşkəsən rayonunun Bayan kəndində təyinatına gəlmişdi da. Oradakı insanlarla əlaqəsi vardı. Yəni tanıyırdılar deyin. Onun bir fəhləsi vardı. Ondan söhbət eləmişdik. Bəs mənim qardaşım hatıra dəqiqələr çıxa bilməyib. Elə də danışım. O da Daşkəsəndə yaşayır. Biz orada Daşkəsənə gələndə o adam bilibdi ki, biz mühasirədən çıxmışıq. Oradan Daşkəsəndən gəlib mənim qardaşıma məlumat verir ki, bəs nə müştuluğunu verir, nə deyirsən ki, mən sənin qardaşından sabit dəqiq məlumat verir. Və biz Daşkəsəndə deməyəm oldu, sonra sosyal ömrümüzdə. Mahir sən gəlmişdin bizə? Sən, mən, İsmət, Lalə, Həcər, qardaşı Vəkil. Sevil. Biz gəldik qardaşım belə. İnanırsan, onlar biləndə ki, gəlib bu körpü var idi orada Daşkəsənin Bayan kəndində. Mənim qardaşlarımızı istəyirəm, atam, anam. Onlar hamısı ayaq yalın, o boyda yolu gəldilər də nə cür orada, nə bilim. Bizim mülkülərlə vayenliləri ayırdılar. Biz vayenliləri apardılar Üçtəpələrə, qoşdular vayenliyə. Səhər-səhər idi. Səhər-səhər razbortda komandir gəldi. Komandira dedi ki, biz belə mühasirədən çıxmışıq, bizi bura gətirirlər. Bizim ailələrimizin xəbəri yox. Ona deyir, sizi bura kim gətirib? Bizi də orada bir polis aparmışdı. Heç polisin də adını bilmirdik. Nəsə gəldi, dedi ki, gözləyin burada. Sizi aparacağım Zaur Rüzeyevlə görüşəsiniz. General Zaur Rüzeyev. Nəysə bizi gətirdilər o generalın ştaba. Zaur Rüzeyev gəldi, oturmuşduq, gəldi belə bizi qarşıladı, durdu. Bir dəstə hərbiçi ilə girmişdi içəri. Belə bizlə görüşə keçdi. O qayıtdı, o uşaqlara dedi ki,
görürsünüz, o öz həmkarlarına deyir. Bunların əziyyət çəkməkləri sifətlərindən görsənirmi? Bir mayor deyir ki, bəli, görsənir. Yadımdan çıxıb. Atam gəlib çıxmışdı Gəncəyə. Atam, bəli, eşitmişdi. Mən atamı görəndə tanımadım, Allah hamd olsun. Beli bükülmüşdü, saqqal basıb. Hamısına Allah rəhmət etsin. Mən böyük qardaşım Seyfəli Göygöldə xanımlar evində yaşayır. Getdi ora. Anam, atam Bakıdaydılar. Bir Seyfəli Göygöldə yaşayırdı. Nəysə Fazil maşın təşkil elədi. Fazillə bərabər əmim rəhmətliklə bizimlə bərabər getdi xanımlar evində. Fazil dedi ki, siz maşının üstündə özünüzü görsətməyin. Mən Seyfəlidən biraz belə deyək də, bir məcələrimin biraz soruşum, bir görün, bir xəbər yoxdur. Nəysə, qapının zvanıqını bastı və Seyfəli 2-ci mərtəbədən qapını açdı. Baxdı ki, Fazilli dedi, ay Seyfəli, bir xəbər yoxdur ki, dedi, heç bir xəbər yox. Və mən də maşının üstündən elə bir arada başımı çıxardım. Heç olmasa bir baxıram, prosto ürəyim partlayıb, mən görüşməliyəm. Amma Fazil də şeylikli dayanır. Nəysə, bir dəfə belə başımı qaldırıb, 2 dəfə Seyfəlinin gözünə mən o başımı qaldırıb, o hadisəni görülməyi və o səs mənim qulağımda nə qədər qalır. İsmət deyib, pilləkənlə Seyfəli necə kullanırsa, nə deyim bana, o qovuşmaq, o həsrət, o şey nəhayət sona çatmışdır.